arzu fikirləşmir, axı ona arzu fikirləşməlidir. Heç kimi qoşmayın. Balacadır. Gün olsa gələm görəm anasıyla danışır, anasına söysür. Anasına nakazat eləyir ki, mən səni görmə. Nə arayacaq? İstəyirəm belə məsləhət kimi çıxmasın. Niyə ondan imtina eləmirsiniz? Elə evladı nə edirəm? O bir ananı, atanı rəzil eləyir. Milyonlar içərisində. Nə edirəm elə evladla mən əlaqə saxlayam? Moderatım, heç kimi qoşmayın dedim. Anasını təhqir eləyir. Anasına söysür. Anası da açmasın telefonu. Günah o xaladadır ki, açmasın. Nə edirəm onun telefonunu açıram? Yaxşı ki, gəldim üstünə çıxdım. Dedim, az nə olub? Deyir, arzu belədir. Gədə belə. Sən haram küçüksən mənim yoldaşıma, ailəmə sən o söz deyirsən. Ata, ana tanımsan. Adamın bir dədəsi olar, 3-4 dədəsi olmaz. Mənim dədəmin evi var, bu dədəm yox, o birisi dədəm. Ay qardaş, mən ona eşitmədim, mən ona sual verdim. Deyir, dədəmin evi var. Sən burada Arzu Boyacılı rayonda belə ailə olmur axı. Qardaş, burada sənə qurban olun, Bakı şəhərində bir otaqlı normal ailə yaşayacaq kirayə evin qiyməti 450 manatdır. 450 manata yoxdur, 700 manatdır, 800 manatdır, 1000 manat. Yox, yaxşı da hazırda tutdu bir otaqlı, bu ikisi başını soxub yaşayacaq 450 manatdır. Qardaş, sənin işin Nərmanovda olsa, sən məcbursan 2 avtobus dəyişəsən, minəsən, gəlirsən 20 yanvara, oradan Nərmanova. Bu günə 2 manat 40 qəpiy eləyir, çox üzr istəyirəm. Bəli, bəli, düzdür. 2 manat 40 qəpi sən necə gündəlik yol pulunu eləyir ha, başqa heç nə. Bunu aya vuranda nə 60-72 manat, 73 manat pul eləyir. 73 manat pul eləyir. Eşitirsən? Sənə qurban olum. Sən gündə bir paşet sigaret alsan, tullantı sigaret 3 manatdır. Aya 90 manat eləyir. 200 manatın. Bəli. Sənin 200 manatın belə ayırt olmasın, uçdu küləyə getdi mi? Sən 400 manatın qalır. Sən 400 manatın qalır. Sən hələ 50 manat da gərək hər kimdənsə borc sapasan, 400-ün üstə qoyasan, kirayə verəsən. Bunu da verəndən sonra sən barmağını soracaqsan, yoxsa nə, kimin nə arayacaqsan? Yeməyin var, içməyin var. Qardaş, sabah arvadın canə deyirəm. Arzunun əlində pul var, Allah xaşlayırdan elə bilir ki, belədir. Arzu deyirəm burada Bolmartdan qızılını qoyubdu. 1000 manat pul götürübdü. 1000 manat da götürüb apar vura ATV-yə. Onun pulunu yiyir. O haram küçüydü ki, işlədim, belə elədim, 7 manat tapdım, 17. Hardan tapıb 17 manat? Yalan söz deyim. O Arzu ilə Mahirin yana axırı yoxdur. Bir necə də müddət, onlar necə demək, öz üzr istəyirəm, elə həyatın sürəcək, ondan sonra o gedə onu atacaq. Oğlan uşaq ağılındadır. O bilmir ki, nə edir, nə hərəkət eləyir. Mənə bizdə söyüş. Mənə söyüş göndər. Səni boğazı çarpdıracağım sənə. Darıxma. Görmə nə tər söyürsən mənə. Ay xanım, uşaq ağlında deyəndə uşaqdır da 19 yaşı var. O hələ basketbol altı görməyib. O hələ heç əskəriyə gedib. Podium adboy komandası bilmir. O nə bilir ailə nədir? Üzr istəyirəm hər birinizdən. Mahir əskər gedəndə vallah il yarıma da Arzu ona qədər nə bilim bəlkə də neçəsi ilə tanış olacaq. Mahir yaddan çıxacaq. Hamısı onlar boş şeydir. Arzu durub Mahiri gözləyəndir. Ay xanım, bu işi yaradan Arzudur. Bu yaradan Arzudur. Taksir arzudadır dayı, arzudadır. Arzu edir, bu şəraiti arzu yaradır. O oğlanla, gənə deyirəm, anam yorakı Arzu ona təhlif eləyibdir. Arzu başa salıb o qədəni. O qədəni, mənim 35 yaşım varsa deyərəm, bilirsən nə var? Buradan cəhənnəmə ol. Bir də o sözü bəli, o qədə ona deməyib baxın, bunu Arzu deyib ona, Arzu təhlif eləyib. Arzu onu şirnikləyib, yemək alıb, içmək alıb, sigaret alıb, o qədə dedi və sən öyle dədəmlə anamdan elə bu yaşda müvəqqəti bir başımı fırlayıb əskəriyə gedincək. İndi də deyir ki, mən əskəriyə getməyəcəm deyir. Niqodniya. Mənə demir, o qardaşa deyir. Ha, o çox söz deyir. Qələt deyir, Niqodnu zad deyil, əskəriyə aparacaqlar, qəşək də aparacaqlar. Hökumətən öz xidməti çəkməyəcəksə. O yerinə nə sən gedəsən, nə mən Arzu, nə Məmməd Cəfər. Qələt ilə gedəcəkdir. Eşitirsən, mən sənə bizə kəmə söz deyim, mənim qardaşım da qəsgərdir. Eşitirsən? Yəni iyulda gedib. Vallahi başında problem var, bir də Papalin hospitalda yatır. Hələ bu deyiriyə mən aparmayacaqlar.
Başında Hə, problem ola. Vicdanımıza and ola, baş kişiliyimizə and ola, başında problem ola. Getdə səriyə çox sağ ol. Oradan da gətirirlər qoydular. Hələ heç volt eləmirlər ha. Müalicə eləyirlər ki, sağalacaq, göndərəcək gedib xidmətini davam eləyəcək. Bəli, bəli. Hə, bu qələt edir axı. Yalan deyil. İndi sən Çox nə sağ ol, efirə qəlbinin sahibi, sağ ol. qələt edir bu. Bu Məlih Məmmədin nağılını danışır ya. Mən elə bir uşağım. Mən sən kimi küçükləri çox görmüşəm. Sən kimsən? Dədə tanımısan. Dədə. Kişinin, adamın bir dənə dədəsi var. 3-4 dənə dədəsi olmur. O birisi Bunlarda dədənin evi bomba var. var. O birisi dədənin evini sən verəcəklər. Sən onu dədə gözündə görmüsən. Sən saxlayı bu dədə. Dədənin evində qalacaq. Sən arzuya danışarsan. Ne olub Varatda? Niyə əsəbləşdin? Əsəbləşmə. Hə, nə arım da. Mən əməkçidir Varatda. Valla Varatda bir adamla qoşulan bu axırdakı qardaş tanımıram. Əlinə keçəni atır aşağı, əlinə keçəni aşağı atır. Səssiz atır. Yox, atmaz, bu atmaz sözü deyil, danış. Mən narım qadan alım. Mən bax günorta əgər ərəm zəng eləməsəydi mənim yoldaşıma, siz də məni bağışlayın. Mən bu işi mən canlıya girən deyim. Mən oradan gələndən sonra beynim çöndü. Arvadın da beyni çöndü mənim də. Ələzimiz nədir elə danışırıq, özümüzə təsəlli verir. Bilirəm, əsəbləşməyə məsəl olmur. Tutduğu iş düzgün işdir axı. Yəni sizin yerinizdə valla heç yoldaşınızı da qoymaram, heç Arzunun arxasıca getsin o efirə çıxsın. Nəyə çıxır? Nəyə gedir? Canlıya giribdi 7 manat axtarır dərman almağa. 17 manat axtarır. Getməsin. Yox, qoymarım axı. Hara gedir? Yoldaşınız gedir deyənə Arzu da bilir ki, hə, anam məcbur olub gələcək də, anam Yox, gələcək qoymarım. də. Arzu orada öyle ha, canı çıxa. Gönderirdim daha. Orada deyirdi ki, ay mama atama demə 20 manat yollasın, 50 manat yollayırdım. Mən ona hələ 20 yollamamışam. 20 yollamışam, 40 yollamışam, 60 yollamışam, belə yollamışam. Demin ama 300 manat yollamışam. 3 gündən bir yollayıyorum. Dedim Qardaş, gücün nəyə çatıb onu vermirsən. O nə deməkdir? 35 yaşında adam da 10 dəqiqə dədi yanına baxan vaxtı. Deyirsən ona yox. Mən onu göndərirəm ki, o kimisə əlinə baxır. Xəstədir. Üzr istəyirəm, mən Arzudan 2 yaş balacıyam, mən tək başına 2 dənə övlad böyüdürəm. Mən gidib kimlənsə nəsə dilənmirəm. Zəhmət çəkirəm, həyətdə malla, heyvanla, toyuqla mən övlad böyüdürəm. Sərdən cəmaata yalvarır ki, o birisi tifilgədə yanında olan. Arzu xəstələnib də Arzuya pul lazım. Xəstələn get işlə qazan verdi ha. Cəmaata nə yalvarırsan? Mənim asım 6 yaşım var. Onun kimi 20 də adam işini görərəm mən. Mənim özüm 320 manat pensiya alıram. O pensiya mənə qanun eləmir, gedirəm usta yanında işləyirəm. Ona görə işləyirəm ki, öz vəziyyətimi yaxşılaşdırım. Düzdür, düzdür. Ona görə işləyirəm. Nəyə görə mən pensiyamı yapıram? Bir sigaret alaram, yavan çörək yiyərəm, dolanaram. Sən nə olurdu səni burada döyəyim? Mən Arzuya görə kreditə girdim, dedim bir dənə uşaqdır da, ha? 2 otaq bir kuxnadır. Kreditə girdim, zabor qoydurdum, dərvaza qoydurdum. Hamısını elədim ki, səhər ölüb gedərəm da, tək uşaqdır. Qoy deməsinlər ki, dədəsi buna nağardır, heç nə eləmədi. Mən bu şəraiti qururam buna. Bu da gedib orada uşağa şey eləyir. Öz uşağı gərək öz Arzudan otaq başqa bir övladınız yoxdur sizin. Bəli. Arzudan başqa övladınız yoxdur sizin. Anam, sənlə açıq danışaq da. Mənim dədəm də var idi, anam da var idi. Elə bir yerdə yaşayırdıq. Bu mənim 10 il saxladım, 10 il. Uşağım olmadı. Apardım Gəncədə, bir Rus arvadı var. Həkimdir. Hər yerə aparıram, hərə bir söz deyir. 2 il gətir, 5 il, 3 il, 4 il nəsə. Rus arvadın yanına apardım. Onu da yoxladı, o yoldaşımı. Mən də yoxladı. Dedi ki, cavan idim, onda var idi mənim 26-27 yaşım. Əskərdən gələn kimi dədəm evləndir mən. Dedi ki, sən bu qadınla 10 ildə, 15 ildə yaşasan, bu analığa hazır deyil, bunun uşağı olmayacaq. Dedim, daha bunun uşağı olmayacaqsa, mən nətərirəm, mən də dədəmə hər söz deyə bilmirəm. Bizdə o vaxt elə şey yox idi ki, mənim uşağım yoxdur, mən onu boşuyuram. Bir dənə əmim oğlu var, milisada işləyirdi, dedi, mənim oğlu. Məndən sonra evlənənlər, hamısının uşağı var. Mən dedi, özüm əvimlə danışarım. Nəsə danışdı, elədi ora, bu arvadı boşadım. Boşadım, getdim bunu aldım. Bunu aldım, Arzu oldu.
Dədəm də məni evdən qovdu açıq. Belə qovdu ki, dedi ki, sözümə baxmamısan, evlənmirsən, get harda istəyirsən orada yaşa. Mən də kira tutdum. Uşaq olanda gəldim bacım gil. Mən 5 dənə bacım var, 5-i də ərdədir. Gəldim dedim ay bacı, sonra həkimə gedəcək, ona yemək pişirmək lazım. Mənim də əlimdən gəlmir. Bir 10-ca gün, 5-cə gün onun yanına heç bir dədəmin qorxusundan o şey eləmədi. Mənim Gəncədə 2 bacım var. Getdim ora, ona dedim. Dedi ki, ölməmişəm ha. Özdə açığını bilmək istəsən, ata biri, ana ayrı olan bacımdır ha. Yəni ona dedim, dedi ölməmişəm ha. Bacın ölmüb, gətir bura bayınsa özüm deyib gələcəm. Apardım yanına qoydum, düzdür, xərci özüm çəkdim, hamısını özüm elədim. Bacıma qoymadım ki, orada 1 manat pul xərcləsin. Bu oldu. Bir uşaq oldu, dədəm ovşumu üstünə düşdü, bunları məndən boşaltdırdı. 25 ildir mən ona atalıq eləməmişəm. O da mənim bu saat bir oğlum, bir qızım var. Görün məndən pul istəyə bilər. Görün mənim pisimə danışa bilər. Nabarot mən oraya geçsəm özlərini öldürərlər. Amma getmirəm. Ona görə getmirəm ki, Arzu məsələ xətrinədir. Deyir, onları çox istəyir, məni yox. Ona görə oraya da getmirəm. Arzu nə deyirsən, sən eləyirdim da. Və ona görə. Mənim bir oğlum, bir qızım var. Qızım ələ gedibdi, 2 dənə, 3 dənə uşağı var. Qəşək də dolanır. İndi yaxşı, onları tullayıram, tullamışam da. Heç onlara mən, yəni rəhmətli Sonanın anası, o saxlayıbdı. Xətrinə dəyməyibdi, ərkəsön bödübdü. Bu elə öz bildiyindən gedir. Amma məndən qorxur, mamasına qorxmur. Mən öydə olmayam ha, gələ mamasının başını kəsər, öldürər, təbillər çıxar gedər. Elə bir qızdır. O məndən çəkinir, o mənim yanımda elə söz elə. İndi səhər efirdə canlandır deyəcəm ben. Çox axmaq uşaqdır. Həra kimi desən. Dünən deyirəm büyüyün öydə olmamışam. Anasına zəng eləyim, anasının ağzına gələn deyir. Mən də gəldim eşitdim. Onu qışqırdım, telefonu bağladı.